Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 2025-ci ilin suvarma mövsümü yekunlaşsa da növbəti suvarma mövsümü üçün hazırlıq işləri mütəmadi olaraq davam edir. 2025-ci ilin əvvəlindən indiyədək idarənin mexanizmləri vasitəsilə suvarma kanalları lildən təmizlənib, bununla da su itkisinin qarşısı alınıb və suyun maneəsiz axını təmin edilib. Demək 2025-ci il Tovuz Su və Meliorasiya Sistemləri İstismarı İdarəsi üçün çox uğurlu bir il olmuştur. Suyumuz bol olmuştur, kanallarımız təmiz olmuştur və fermerlərə suyu fasiləsiz və mütəmadi olaraq verilmişdi ki, sudan istifadə birlərini biz suyu vermişdik, sudan istifadə birləri də fermerlər və kənd sakinlərinə su vermişdir. Bu suyun bol olmanın nəticəsində bu il bol məhsul əldə olmuşdur. 2025-ci ildə 261.700 kubmetr lildən təmizlənmə mexanizmlərlə lildən təmizlənmə işlər getmişdir. 196.000 kubmetr isə çay məcəralarının təmizlənməsi getmişdir. Bundan əlavə olaraq yuxarı Tovuz rayonumuzun yuxarı Öz kəndində uzun illər sudan əziyyət çəkmiş kənd sakinləri üçün 219 boru ilə 2350 metrə boru çəkilmişdir. Görülən meliorativ tədbirlər fermerlərin də üzünü güldürüb. Əkin sahələrindən və meyvə bağlarından yüksək məhsul götürən fermerlər bol qazanc əldə ediblər. Tovuz rayon Döyünük kəndlərinin fermer təsərrüfatla məşğul olan Məmmədov Fərəd Əlioğlu. Biz hal-hazırda Karalök bağını, xurma bağı deyik də, onu görürsünüz. Məhsuldarları çox yaxşıdır. Suyumuz da bol olubdur. Vaxtı-vaxtında sulamışıq. 15 hektarda taxıl əkirik. Bir 7-8 hektarda kartol əkirik. Gəlirimiz bundan. Bir illər bizim sular çox yaxşı olubdur. Vaxtı-vaxtında sulamışıq. Bəli, suyun sahəsidir. Suyumuz bol olanda biz bir illər laf yaxşı olub suyumuz 2025-ci ildə. Çox qəşəng olub. Vaxtı-vaxtında sulamışıq. Vaxtı-vaxtında əymişik. Vaxtı-vaxtında beşərmişik. Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi əkin sahələrini suvarma suyu ilə təmin etməklə bərabər Tovuz əhalisinin keyfiyyətli və dayanıqlı içməli su ilə fasiləsiz olaraq təminatını da həyata keçirir. Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 15.176 abonentə xidmət göstərir. Qeyd edeyim ki, Zəyimçay su mənbəsindən öz axım vasitəsilə götürülmüş su 530 mm magistral boru xətti ilə Tovuz şəhərində yerləşən həcmi 5000 kub olan su anbarına tökülür. Qeyd edək ki, idarə gördüyü təmir işləri çərçivəsində Ceyrançöl ərazisində qoyunçuluq fermer təsərrüfatlarının su ilə təmin olunması üçün istifadə olunan istismara yararsız 836 metr boru xəttini yenisi ilə əvəz edib və 16 kilometr istismar yolları cari təmir edilib. Bundan başqa 339 ədəd subartezian quyusu cari təmir olunub.